Atraksiyonlar insanların əsas əyləncə vasitələrindən biridir. Nəzərə alsaq ki, bayram günlərində bura üst tutanların sayı artır. Bu ilk növbədə təhlükəsizlik məsələsini gündəmə gətirir. Müxtəlif təyinatlı olan bu qurğular əyləncə qədər adrenalin, həyəcan, elə təhlükə də yaradır. Təsadüfi deyil ki, ötən illərdə biz Azərbaycanda da bunun acı nəticələrini görmüşdük. Bu qurğularda təhlükəsizlik qaydalarına nəzarət olunmaması bədbəxt hadisələrin təkrarlanmasına səbəb ola bilər. Düşünürəm ki, əgər burada varsa o, məncə yaxşı baxırlar və vaxtında texniki baxışını keçirdilər. Ümid edirəm ən azından. Hər bir halda mən hesab düşünürəm ki, orada əgər bu aksiyonun istifadə verilirsə, bütün təhlükəsizlik qaydaları orada riayət olunmalıdır və orada nəzərdə tutulub kəmər bağlanması və digər bütün təhlükəsizlik halları. İnsanlar öz, yəni körpələrin belə deyək, əmanət eləyirlər həmin prosesə. Mən belə atraksiyonların çox olmasının tərəfdarıyam. Çünki əyləncə məkanları nə qədər çox olarsa, yəni yetişən yeni nəsil bir o qədər də xoşbəxt yetişər. Atraksiyonlardan istifadə edərkən təhlükəsizliyin təmin edilməsi üçün qaydalara əməl etmək vacibdir. Təhlükəsizlik kəmərləri və digər mühafizə vasitələrindən düzgün istifadə etmək lazımdır. Atraksiyondan istifadə etməzdən öncə iştirakçılara məlumatlandırma həyata keçirilməli, atraksiyonda baş verə biləcək təhlükəli davranış qaydaları barədə təlimatlar keçirilməlidir. İstifadədən öncə atraksiyon operatorunun öhdəliyi, iştirakçıların tam təhlükəsiz və doğru düzgün mövqedə əyləşməsi, təhlükəsizlik kəmərlərindən tam istifadə etməsini təşkil etməkdir. İldə bir dəfədən az olmayaraq, müvafiq ixtisaslaşmış müəssisələr tərəfindən texniki baxımdan yoxlamalar həyata keçirilməlidir. Bu yoxlamalardan əlavə hər gün atraksiyon operatorları və cavabdeh şəxslər tərəfindən atraksiyonlara ümumi baxış həyata keçirilməli. Hər hansısa bir uyğunsuzluq aşkarlandıqda atraksiyonun fəaliyyəti dayandırılmalıdır. Xoşagəlməz halların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin sənayedə işlərin təhlükəsiz görülməsi və dağ mədən nəzarəti Dövlət Agentliyi bayram günlərində atraksiyonların təhlükəsiz istismarını təmin etmək məqsədi ilə nəzarət və təbliğat tədbirləri həyata keçirir. Agentlik əməkdaşları atraksiyonlarda qanunvericiliyin tələblərinə əməl olunmasını araşdırıb, aşkar edilən nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə göstəriş və tövsiyələr verib. Mexaniləşdirilmiş atraksiyonda təhlükə potensial obyektlər olduğu üçün həmin qurğular dövlət reyestrə qeydə alınmalıdır və istismara buraxılmazdan əvvəl onun texnik sənədləri agentliyə təqdim olunmalı, qeydə alınmalıdır. Atraksiyonun istismarına icazə müfəttiş tərəfindən verilir. Dəniz kənarı bulvar idarəsinin balansında olan atraksiyonlarda aparılmış monitorinq zamanı həmin monitorinqlərin istismara yararlı olduğu müəyyən edilmiş. Həmin atraksiyonların təhlükəsiz istismarı təmin etmək məqsədi ilə balans saxlayıcı tərəfindən cavabdeh şəxslərin təyin olunduğu və tibbi müayinədən keçmiş operatorlarla təmin edilməsi olduğu müəyyən edilmişdir. Mütəxəssislərin fikrincə, atraksiyonları idarə edənlərlə yanaşı vətəndaşlar da təhlükəsizlik qaydalarına ciddi əməl etsələr, mümkün qəzaların qarşısını almaq olar. Əks halda necə deyərlər, sonraki peşmançılıq faydasız ola bilər.